şərait yaradılıb. Bugün Azərbaycan neftin keyfiyyətinə görə bütün dünyada tanınır. Həm iqtisadi dəyəri, həm də siyasi mahiyyəti olan neft sənayesi elə bir sahədir ki, onun hasilatından emalına qədər hər bir pilləsində güclü, savadlı kadrlara tələbat var. Bu tələbatı ödəmək üçün neft sənayesində yerli mütəxəssislərlə yanaşı xarici işçilərin də bilik və bacarığından istifadə edilir. Bunları nəzərə alıb yerli kadr potensialını artırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılıb. Bu böyük missiyanı üzərinə götürən və layiqincə öhdəsindən gələn təhsil müəssisəsinin bir neçə illik fəaliyyəti dövründə özünü yetərincə sübut etməsi məhz Azərbaycan təhsilinin uğurudur. Bugün bu uğurlu təhsil strategiyasının üzə çıxardığı maraqlı nümunələrin birindən, Şərifov qardaşlarından danışacağıq. Müsahibim İbrahim 2013-cü ildə 690 balla məhz bu universiteti seçməklə arzularını gerçəkləşdirdiyini deyir. Valideynlərimin köməyi, müəllimlərimin sayəsində qəbulda 690 bal yığaraq həm eyni zamanda prezident təqaüdünə düşdüm. Artıq mən prezident təqaüdünə düşəndən sonra evdə valideynlərimə bir növ kömək oldum, maddi yardım elədim və onlar da artıq bilirsiniz, biz sıra universitetlərdə məsələn tələbələr ödənişli əsaslarla qəbul olur və bu da valideynlərə biraz əziyyət olur. Mən də nəinki dövlət sifarişi ilə qəbul edim, eləcə də belə deyilsəm, universitetdə bir tələbəyə verilə biləcək ən yüksək məbləğ prezident təqaüdünə layiq görüldüm. İbrahimin qardaşı Ayaz Şərifov da bir il sonra 687 balla həmin məktəbə qəbul olunub. Prezident təqaüdçüsü olan qardaşlar düzgün seçim etdiklərini, universitetdən, buradakı maddi texniki bazadan, müəllim və tələbə heyətindən çox razı olduqlarını deyirlər. Orta məktəbdə də dərslərimi əla qiymətlərlə oxuyurdum və 11 illik dərs ilimdə dərs ilinin çox hissəsini əlaçı olaraq bitirmişəm. Məktəb olimpiyadalarında, rayon olimpiyadalarda da uğurlu nailiyyətlər qazanmışam. 2014-2015-ci ilin tələbə qəbulu dövründə Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrin minimum balının 648 olması və 17 tələbənin prezident təqaüdünə layiq görülməsi böyük marağın, güclü rəqabətin göstəricisidir. Burada tələbələr üçün qəbul edilən vahid geyim forması, nizam-intizam, pozitiv aura və ən əsası da keyfiyyətli, zəmanətli təhsil universiteti daha güvənli, daha etibarlı edir. Bir sözlə, neft ölkəsinin neft məktəbi ondan gözlənilən hər bir standarta, keyfiyyətə yetərli cavab verir. Tələbələrə dərsdən əlavə belə asudə vaxtın səmərələri keçirmək üçün bir sıra klublar mövcuddur. Məsələn, elə aciz oğlanlar üçün şahmat klubu, futbol klubu mövcuddur və mən özüm də belə vaxtilə şahmatla məşğul olmuş biri kimi şahmat klubunun üzvüyəm və keçən ildə bizim universitetdə artıq bir sıra şahmatla bağlı tədbirlər keçirildi. Birinci yer tuta bilməsəm də hər iki turnirdə ikinci yer tutdum. Azərbaycanda Əbülhəsən Bəhmənyar, Mahmud Qaşqari, Nizami Gəncəvi təki dünyaca şöhrətli, tanınan, bilinən elm adamları bugün də yetişməkdədir. Hələ bundan sonra da elm tarixinə maraqlı kəşflər, heyrətamiz ixtiralarla adını yazacaq müasir gənc nəsil məhz Bakı Ali Neft Məktəbi kimi təhsil ocaqları sayəsində dünyaya tanınacaq, ölkəmizin adını, bayrağını daimica tutacaqlar. Bakı, Tbilisi, Ceyhan ilerleye gidecek, gidecek, gidecek.